Salam mənim əzizlərim. Bu dəfə sizə blinçik tortu yox, tək adamlıq blinçik ruleti hazırlayacağam. Bunun üçün ilk öncə blinçikin lavaşlarını hazırlayırıq. Qaba yumurta, şəkər tozu, biraz duz əlavə edib mikserlə qarışdırırıq. Daha sonra yağ, vanil, qabartma tozu, süd və sonda isə un və kakaonu əlavə edib qarışdırırıq. Blinçik lavaşında topacıqlar olmasın deyə mütləq süzəndən də keçirdirik. Bu formada bir məhlul alınır. Daha sonra lavaş bişirəcəyimiz tavanı azca duru yağla yağlayırıq və lavaşları bir-bir bişiririk. Lavaşlar tam soyusun, biz isə kremi hazırlayaq. Krem üçün qaba qaymaq, qatlaşdırılmış süd və vanil əlavə edib mikserlə qarışdırırıq. Daha sonra üzərinə labnə peyniri də əlavə edib qarışdırırıq və çox dadlı bir krem alınır. Biz bu kremi daha dadlı etmək üçün gəlin görək ona nələr qatırıq. Hər hansı bir peçenyanı ovuntu halına gətiririk, amma iri ovuntu olmalıdır. Xırda ovuntu kremin içində əriyəcək. Daha sonra xırda doğranmış qoz da əlavə edirik və kremi qarışdırırıq. İndi isə keçirik əsas məsələyə. Lavaşın içərisinə hazırladığımız kremdən 2 qaşıq meyvələrdən çiyələk və banan əlavə edirik və rulet formasında bükürük. Meyvələri mövsümə görə əlavə edirik. Əslində isə elə blinçik tortuna da, ruletinə də yaraşan meyvələr çiyələk və banandır. Blinçiklərin içərisini bu formada doldurub büküb bir kənara qoyuruq. Üzərini də kremlə və çiyələklə bəzəyirik. Mənim əziz izləyicilərim, əminəm ki, siz də bu formada bir desert hazırlasanız mütləq bəyənəcəksiniz. Çünki həm yay fəslinə uyğun dondurma dadında bir desertdir. Şiddətlə tövsiyə edirəm ki, hazırlayasınız, çünki çox bəyənəcəksiniz. Və blinçik ruletinə gedən ərzaqların qədərini də videonun altında mətn bölməsində qeyd edəcəm. Burada da blinçiki ortadan bölüb sizə içini göstərirəm və əvvəlcədən hazırlayan